Dostlar, Rəbbin kəlamında deyilir ki, biz həmişə dualarda olmalıyıq. Daimi dualarda olmalıyıq və ruhdan düşməməliyik. Yəni biz həmişə ayıq olmalıyıq və həmişə bir-birimiz üçün dua etməliyik. Nəinki bir-birimiz üçün, qonşularımız üçün, tanışlarımız üçün, ən birincisi öz övladlarımız üçün, qohumlarımız üçün, yoldaşlarımız üçün, kim ki imana gəlmir, kim ki hələ bu həqiqəti anlamır, İsa'nı tanımır, öz xilaskarı kimi qəbul etmir və onlar üçün birinci növbədə biz dua etməliyik. Bəlkə aramızda elə adam var ki, bəlkə ruhdan düşüb deyər ki, mən illərdir ki, dua eləyirəm, amma heç dəyişiklik görmürəm. Mən illərdir ki, filan kəs üçün dualarda dururam, oruc da tuturam, amma bu insan heç Allaha yaxın deyil. İbadətə gəlmək istəmir. Allah haqqında eşitmək də istəmir. Ümumiyyətlə, İncil kitabını ələ də götürmür. Nədən istəyirsən söhbət eləyər səninlə, amma qaldı ki, həqiqətdən Allahın kəlamından danışanda o səninlə söhbət etmək istəmir və heç qulaq asmaq da istəmir. Bəlkəm də olur, elələr də olur. Dostlar, bax, bugünkü mövzumuz ruhdan düşməmək, dua edib ruhdan düşməmək. Bu haqda mən sizinlə danışmaq istəyirəm. Dostlar, Əhd kitabında çox maraqlı bir hadisə yazılıb. Hakimlər kitabında. Biz 13-cü fəsildən oxuyacaq. Deməli, Hakimlər kitabında bir şəxsdən söhbət gedir. Çox belə həyatı da möcüzəli keçir və bunun dünyaya gəlməsi də möcüzəli olub. Çox möcüzəli olub. Bu Şimşon haqqında yazılıb. Burada Şimşon haqqında danışacaq. Şimşon kimdir? Oxumusunuz? Kim olub eşitmişsiniz? Saçı uzun oğlandı, Göyçək onun saçındaydı. Göyçək, aha. Saçı uzun, cavan bir şəxs. Sonra? Güclü olub. Güclü olub, bəli. Gücü onun saçında olub. Saçında olub gücü. Və əsasını demədiniz. Yaxşı, göyçək bir insan olub. Allah seçibdə onu. İmanlı. Onu Saçı uzun oğlan olub. Aha, güclü olub və? Güclü imanlı olub. Güclü imanlı olub. o dünyaya Dostlar, gəlməzdən qabaqdır. Allahın seçilmişi olub. Allahın seçilmişi olub. Deməli, gəlin oxuyaq. Anasına deyilir. Gəlin oxuyaq. Hakimlər kitabında deyilir ki, 13-cü fəsildən oxuyuram dostlar. Hələ birinci ayədən oxuyaq. İsrail övladları yenə də Rəbbin gözündə pis işlər edirlər. Bunlar gah Rəbbə xidmət edirlər, gah Rəbbin önündə pis işlər görür, yəni Rəbdən uzaqlaşırlar. Rəbb onları 40 il Filistlərə təslim etdi. Sonra da deyilir ki, Dan qəbiləsindən Manoah adlı soralı bir adam var idi. Onun arvadı doğmurdu, sonsuz idi. Və günlərin birində, baxın necə yazılıb dostlar, 3-cü ayədən oxuyuram. Rəbbin mələyi bu qadına görünüb dedi, bax, indi sən sonsuzsan, doğmursan, amma hamilə olub bir oğlan doğacaqsan. İndidən diqqətli ol. Və baxın, burada şərt qoyulur. Qadına deyilir, nə etməlidir? Daha doğrusu, nə etməməlidir? Sən deyir, nə şərab, nə də başqa keyfləndirici içki içmə və dilinə heç bir haram şey dəyməsin. Ona görə ki, sən hamilə olub bir oğul doğacaqsan və qoy onun başına ülgüc dəyməsin. Çünki uşaq ana bətnindən Allaha həsr olunmuş nəziri olacaq. Nəziri, yəni ki, Allaha həsr olunmuş insan deməkdir. Bu Allahla seçilmiş insan Allaha həsr olunmuş.
O uşaq dünyaya gələn kimi sən onu Allaha həsr etməlisən. Və baxın sonra da deyilir ki, o İsraili Filistlərin əlindən qurtarmağa başlayacaq. Dostlar, qadın neynədir? Qadın neynədir? Onu dedi. Qadının əri var idi. Qadının əri var idi. Dostlar, və ərindən heç bir şey gizli saxlamadı. Görün, necə də hörmətlə yanaşırdı. Nə böyük hörməti və ümumiyyətlə ərindən də qorxurdu. Demədi ki, hə, belə bəlkəmdir. Yox. O saat gedib ərinə söylədi ki, deməli, mənim yanıma bir Allah adamı gəlmişdi. Deyir, o Allahın mələyi görkəmində çox zəhimli idi. Buna görə də onun haradan gəldiyini soruşmadım. Mənə də adını bildirmədi, deyir. Lakin dedi ki, sən hamilə olub bir oğul doğacaqsan. İndidən sən nə şərab, nə də başqa keyfləndirici içki iç və dilinə heç bir haram şey dəyməsin. Çünki uşaq ana bətnindən ölən gününə qədər Allahın nəzirisi olacaq. Yaxşı, bax, bu insan sonra, onun yoldaşı da əri, Manox adlı onun əri idi. Manox neynədir? Nə dedi qadına? İnandı, inanmadı? İnandı dostlar, inandı. Bilirsiniz, çox, mən sizə deyim ki, çox belə mehriban, çox gözəl bir ailə idi. Əri yoldaşını sevirdi, yoldaşının da ərinə böyük bir hörməti var idi. Bu bizim üçün böyük bir ibrətdir. Yoldaşı ərindən heç bir şey gizlətmirdi. Əri də yoldaşı nə deyirdisə, hər şeyə inanırdı. Hər şeydə inanırdı. Nə ona qarşı durmurdu, nə səsini qaldırmırdı, söymürdü, onu sevirdi. Və yazılıb ki, həmən o kəs, Manox, Rəbbə yalvarıb dedi, ya Xudavənd, 8-ci ayədən oxuyuram. Yalvarıram, göndərdiyin Allah adamı qoy yanımıza yenə gəlsin və doğulacaq uşaq barədə nə edəcəyimizi bizə öyrətsin. Və yazılıb ki, Allah Manoxu onun səsini eşitdi. Amma Rəbb Allah öz mələyini yenə də kimin yanına göndərir? Qadının yanına göndərir. Kişi dua elədi, amma qadının yanına. Rəbb onun səsini, duasını eşitdi. Amma mələyi göndərir qadının yanına. Elə bil ki, sınayır. Yenə sınayır o qadını. Görəsən, doğrudan da hörmətlə yanaşır. Rəbb Allah, deməli, mələyi yenə onun yanına, qadının yanına göndərdi. Yazılıb ki, deməli, qadın çöldə oturanda Allahın mələyi yenə onun yanına gəldi. Lakin qadın əri Manox yanında deyildi. Deməli, Manox onun yanında deyildi, deyir. Sonra da deyilir ki, qadın həmən o mələyi görən kimi cəld qaçıb ərdə xəbər verərək dedi, budur. Ötən gün yanıma gələn o adam yenə mənə göründü. Manox durub arvadının arxasınca getdi və o adamın yanına gəlib soruşdu. Arvadımla söhbət edən adam sənsənmi? O, mənəm dedi. Manox dedi. Sənin sözlərin yerinə yetəndə də uşağın həyat tərzi və işi nə olacaq deyir. Rəbbin mələyi Manoaxa dedi, arvadın ona tapşırdığın şeylərdən özünü qorusun. Tənəkdən, yəni üzüm ağacından da, tənəkdən emal olunan şeylərdən heç nə yeməsin.
nə şərab, nə də başqa keyfləndirici içki içsin və dilinə heç bir haram şey dəyməsin. Qoy ona əmr etdiyim hər şeydən özünü qorusun. Dostlar, sonra da onlar başa düşdülər ki, yəni bax bu ailə ilə danışan mələk imiş. Onlar çox qorxdular. Çox qorxdular, amma baxın dostlar, yenə də Manoxun yoldaşı, həyat yoldaşı müdrik bir qadın idi və ərinə bir təsəlli sözləri dedi, qorxma. Əgər Rəbb Allah bizə belə bir müjdə, belə bir xəbər çatdırıbsa, öz mələyini də göndərdi və biz sağıqsa, indi sağıqsa, sən elə niyə fikirləşirsən ki, biz öləcəyik? Yox, qorxma, qorxma. Və bir vaxt keçəndən sonra dostlar, yazılıb ki, qadın 24-cü ayədən oxuyuram. Həmən o 13-cü fəsildən. Beləliklə qadın bir oğul doğdu və adını Şimşon qoydu. Şimşon adının mənası bilirsiniz nə deməkdir? Hə? Kim deyər? Günəş deməkdir. Günəşim. Gözümün nuru, başqa sözlə belə günəşim. Ona gözəl bir ad verib, qadın ad verib uşağa. Oğul doğulan kimi Yahudi dilində. Bəli. Yahudi dilində, Arami dilində yəni ki, Şimşon deməkdir. Ona Günəş adı verib. Elə bir göyçək uşaq idi, gözəl bir uşaq idi. Yəqin ki, bilirsiniz, gözlərindən, sifətindən nur sancırdı elə. Və buna görə də nur saçırdı və buna görə də ona gözəl bir ad verildi. Günəş. Dostlar, amma uşaq dünyaya gələndən öncə valideynlərə tapşırılıq verilmişdir. Bir oxudum da. Nə etməli idilər? Şərab verməli deyildilər. Sonra? Saçına qırxmamalıydılar. Aha. Bəli, anasına. Şər söz bilməməli. Yəni üzüm ağacından heç nə yeməməlidirlər. Nə onlar, nə də ki uşaq. Üzüm də olmaz, hə? Olmaz. Üzüm ağacından da tənəkdən heç nə. Siz təsəvvür edin ki, ümumiyyətlə bu ailənin həyət evi var idi. Onda binalar tikilmiş daxil elə. Bunların həyətində üzüm ağacı bitir. Bir yox, iki yox, bəlkə də çox. Ümumiyyətlə yahudilərdə həm çox belə deyək də, onlar həm qoyun otarardılar, həm də ki üzüm ağacı əkərdilər. Və həmin o Manox təsəvvür edin ki, birinci növbədə bu tapşırığı eşidəndən sonra hələ uşaq dünyaya gəlmədi. Bilirsiniz nə elədi? Bütün həyatda üzüm ağacı nə varsa onu məhv etdi. O yaxşı eləmədi bu. Kəsdi. Niyə? Azərbaycanda da eləyirlər. Birinci, Tamah salmasını istəyirsən. birincisi özünü qoruyur, Bunun ailəsini. yoldaşını qoruyur və gələcək uşağı. Axı Rəbb Allah tərəfdən elə bil tapşırıq verildi. Siz nə tənək ağacından, onun məhsulundan, yəni üzümündən və şərabından heç bir içki, keyfləndirici içkidən də içməyin və onun meyvəsinə toxunmayın, belə deyək. Üstəlik də ki, bunun başına ülgüc dəyməsin. Yazılıb ki, dostlar, uşaq böyüdükcə Rəbb ona xeyir dua verdi. İndi siz təsəvvür edin, bax bu uşağa baxın. Sizcə, uşağa kimsə kənardan gəlib üzüm meyvəsini təklif etsə, uşaq istəyər, istəməz? Hə? O saat atası, anası yaxınlaşıb deyəcək, stop, dayan, olmaz. Uşaq ağlayır, ağlamaz. Anacan, qonşunun həyatında gözəl bir üzüm ağacı var.
Şirin üzüm vardır. Axı bunlar niyə yeyir, mənə olmaz. Buna olar, mənə isə yox. Bu yeyir, mən yemirəm. Oğlum, olmaz. Olmaz. Çünki səni Allaha həsr etdik. Çünki Allahın seçilmişisən. İndi siz təsəvvür edin, uşaq balaca olanda, körpə olanda, hələ bir tərbiyə verərək qorumaq olar da. Getdikcə, bu da yaşı da olur axı bu uşağın 8, 10, 12 yaşı olanda artıq uşağın da xasiyyəti, uşağın dili, uşağın gözləri açılır, uşaq tərzi ya da hər şey yəni ki dəyişilir. Yeni yetmə olanda, gənc insan olanda 18 yaşında artıq onu qorumağı da çətindir. Ata, ana, mən çıxıb gedirəm. Hara gedirsən bala? Gələcəm 1-2 saata. Evdən çıxanda deyirsən nə vaxt gələcəksən? Deyirsən ki 10 dəqiqəyə gəlirəm. Elə olur ki 10 dəqiqəyə yox, yarım saata gəlirsən. Olur da hərdən, elə deyilmi? Təsəvvür edin ki 10 dəqiqəyə çıxıb gedirəm, gəlirəm indi. Yarım saat keçdi. Valideynlər də narahat olmağa başlayır. Oğlum hardadır görəsən? Çaşıb bəlkə qonşunun evindədir. Qonşunun evində də həyətində üzüm ağacı var. Üzüm ağacı var. O saat tez çıxıb yoxlayırlar. Oğlum hardadır? Olar ya olmaz? Siz təsəvvür edin də. Amma yaxşı, 18 yaşında, 20 yaşında insan, məsəl üçün deyirəm də, artıq getdikcə böyür. 20 yaşında insan deyəcək ki, ata, nə olub be? Mən hara gedirəm, mənim ardımca məni hələ izləyirsən. Hələ evdən çıxmaq olmaz. Dostlarımla da be, narahat olma. Toxunmayacam. Toxunmayacam. Kim bilir, toxunacaq, toxunmayacaq. Kim bilir, uşaq evdən çıxanda nə edir? Haralarda olur, kimlə gəzir, kimlə ünsiyyətdə olur. Dostlar, amma bu valideynlərin ürəyi çox narahat idi. Ruhdan düşə bilərdilər. Amma tez-tez mənə elə gəlir, oruç tutub Şimşon üçün dua edirdilər. Ay Allah. Qadın bəlkə də dua eləyərdi, deyərdi ki, ay Allah, mən sonsuz bir qadın idim. Amma mənə uşaq göndərdin. Tapşırıq da verdin. Və mən məsuliyyət daşıyıram. Uşaq artıq balaca deyil. Ay Allah, balamı qoru günah. Balamı qoru günah. Hər dəfə, hər gün, bəlkə gecələr də yatmazdı. Anadır. Uşaq yatır, bu gecələrlə yata bilmir. Ya Rəbb, bu seçilmişindir. Onu qoru günah. Gəlin indi 14-cü fəslə bir baxaq. 14-cü fəsildə nə deyilir? Artıq valideynləri də həmişə cavan qalmır ki. Onlar da yaşa dolur, onlar da qocalır. Və 14-cü fəsildən biz oxuyuruq. Bir gün Şimşon Timnaya endi. Timna deməli bu Filistlərin ərazisidir, torpağıdır. Və Timnada Filist, yəni yadelli insanlar, bunlar Yahudi deyil. Filist qızlarından bir qadın gördü. Bəyəndi, bəyənmədi? Təbii ki, bəyəndi. Əlbəttə ki. Və baxın dostlar, bir qadını gördü, o ata-anasının yanına qayıdıb dedi, Timnada Filist qızlarının arasında bir qadın görmüşəm. Gedin onu mənim üçün arvad alın. Atası ilə anası onu dedilər. Məgər qohumlarının qızları arasında, xalqının arasında, yəni xalqımın arasında bir qadın yoxdur ki, gedib özünə sünnətsiz filistlərdən arvad alırsan. Bunlar çox narahat oldular. Gedib başqa bir millətdən alırsan, sən yoldan çıxacaqsan. Onlar səni yoldan çıxadacaqlar. Azacaqsan. Allahı unutacaqsan. Və
Baxın necə yazılıb. Şimşon atasına dedi: "Mənim üçün onu alın, çünki gözümə o xoş görünür." Nə qədər yalvarmadılar, nə qədər demədilər. İndi dedilər ki, ay bala, sən niyə edirsən? Yox, yox. Heç elə bir sözlərinə qulaq asmadı. Dedim mənə, bax mən onu görən kimi xoşuma gəldi. Onu mənim üçün alın. Amma bir şey də var. Bir şey də var. Ata və anası bilmirdi ki, bu istək Rəbdəndir. Ona görə ki, Rəbb filistlərin hakimiyyətini devirmək üçün fürsət axtarırdı. O dövrdə filistlər İsraillərin üstündə hökmranlıq edirdi. Sizcə dostlar, valideynlər narahat edirdilər. Yəni bunların vəziyyəti düz idi, düz deyildi. Oğlu üçün. Əlbəttə ki, düz idi. Əlbəttə ki, düz narahat edirdilər. Çünki başa düşürdülər ki, həmən bu filistlər yad bir insanlardır. Yaxşı, bəs bu oğlumuzun vəziyyəti necə olacaq? Çox narahat idilər. Amma buna baxmayaraq, Şimşon dedi ki, yox, o qadını mənim üçün alın. Bundan sonra da Şimşon ata və anası ilə birlikdə Timnaya endi. Onlar Timnanın üzüm bağlarına çatanda qəflətən cavan bir aslan nərə çəkərək onun qarşısına çıxdı. Rəbbin ruhu qüvvəsi ilə Şimşonun üstünə endi. Bax, bu ilk dəfədir ki, burada görünür ki, bu insan doğrudan da güclüdür. Yəni, Rəbbin gücü onun üzərinə endi, onun üstünə endi. Rəbbin ruhu yazılıb ki, ruhu qüvvəsi ilə Şimşonun üstünə endi və onun əlində boş idi. Amma cavan aslanı balaca oğlaq kimi parçaladı. Ata-anasına heç bir şey demədi, onlara bildirmədi və yazılıb ki, sonra enib qadınla deməli söhbət etdi və qadın Şimşonun gözünə xoş göründü. Nəysə, bir müddət keçəndən sonra Şimşon qadını almaq məqsədi ilə geri qayıtdı və qayıdaraq aslanın leşinə baxmaq üçün öz yolundan döndü. Yaxşı, sən onu parçaladın. Bu, yəni öz gücünlə yox. Rəbbin gücü üzərində olub. Amma sən yoldan, yəni ki, evdən çıxanda, yəni ki, o evdən çıxanda, öz məmləkətinə qayıdanda, sən niyə birdən yoldan döndün? O aslanın leşinə baxmaq istəyirmiş. Amma bilirsiniz, seçilmiş, Allaha həsr olmuş insan heç bir leşə, yəni meyitə toxunmamalıydı. O saat murdar olurdu. O saat toxunmamalıydı. Amma bunun fikrincə, yox, qayıdım. Qayıdım, yeni bir baxım. Bilirsiniz, maraqlısı nədir? Biz bax, burada oturanlar, burada iman edənlər, imanlılar Rəbbə xidmət edirik. Amma buradan çıxandan sonra nə bilim, bəlkə kimsə yoldan dönə bilər. Gedin, baxın, bax, o dünyanın leşinə toxunun. Dünyada olan əşyalar, nə mənada əşyalar? Yəni ki, dünyanın gözəlliyi, dünyanın ehtirasları, bu bizi cəlb edən, elə bil ki, bizim xoşumuza gələn bir şeylər, ehtiraslı şeylər. Gözümüzə görünən ehtiraslar bəlkə də bizim üçün xoşdur. Gedim ona toxunum. Toxunanda da o saat murdar olursan. O saat murdar olursan. Burada sən Allahın gücünü alırsan, burada Rəbbin
gücü, Rəbbin ruhu qüvvəsi sənin üstünə enir. Sən burada onun lütfünü, onun məhəbbətini alırsan. Sən burada sevinirsən. Sən burada dua eləyirsən. Sən burada Rəbb ilə ünsiyyətdə olursan. Amma buradan çıxandan sonra qorx ki, yoldan dönməyəsən. Çünki yoldan dönsən belə, əgər o keçmişin yadına düşsə və xoşuna gəlsə birdən, o keçmiş hər şey ölü bir şeydir. Ona toxunma, dönmə. Əzizim, dönmə. Çünki o saat murdarlanacaqsan.